Gəlin bir dəqiqədə Şəki rayonunun qısa coğrafi təhlilinə baxaq. Qubadan sonra ərazisinə görə ən böyük ikinci rayon olan Şəki Oğuz, Qəbələ, Qax, Yevlax, Ağdaş və şimaldansa Rusiya Federasiyası ilə həmsərhəddir. Şəki Böyük Qafqazın cənub yamacında yerləşir. Mərkəzi hissəsində Qanı Xəyrçay vadisi, cənubunda isə Acınoğur alçaq dağlığı yerləşir. Çay sistemində Əlican çay, Kürün sol qolu olan Əyriçay və Əyriçayın qolları mühüm yer tutur. Bu çaylarda çox böyük sellər müşahidə olunur. Həmçinin Şor sulu Acınoğur gölünün bir hissəsi də rayona düşür. Mərkəzi Şəki şəhəri olan rayonun 184 min əhalisi mövcuddur. Rayonun etnik tərkibi rəngarəngdir. Adam başına düşən ümumdaxili məhsulda 3147 manatla digər rayonlardan geri qalır. Şəki-Zaqatala iqtisadi rayonuna daxil olmaqla başlıca sahəsi kənd təsərrüfatından ibarətdir. Burada badam, qoz, fındıq kimi qərzəkli meyvəçilik, tütüncülük, çəltiyicilik və baramaçılıq güclü inkişaf etmişdir. Şəki Azərbaycan tarixinin zəngin coğrafiyasına sahib olan rayonlardan biridir.